Xərclərin xüsusiyyətləri üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Xərclərin xüsusiyyətləri üzrə açıqlamalar cədvəli müvafiq xərclərin funksiyaları üzrə hazırlanmış, mənfəət və zərər və digər məcbur gəlir haqqında hesabatda satışın maya dəyəri, kommersiya xərcləri, inzibati xərclər və sair əməliyyat xərcləri başlıqları altında verilmiş ümumi xərclərin standartın tələbinə əsasən oxşar xüsusiyyətləri üzrə təsnifləşdirilərək müxtəlif alt istiqamətləri üzrə ayrılıqda açıqlanaraq təqdim edilməsi məqsədi ilə tərtib edilmişdir. Xərclərin oxşar xüsusiyyətləri müxtəlif alt istiqamətlər üzrə cədvəlin birinci sütununda yer almışdır. Məsələn, burada əmək haqqı və ona bərabər tutulan ödənişlər, istifadə edilən material xərcləri, nəqliyyat xərcləri, köhnəlmə və amortizasiya xərcləri və sair təyinatlı xərc qruplarına rast gəlmək mümkündür. Bu zaman uçot məlumatlarından asılı olaraq eyni təyinatlı xərclərin eyni zamanda müxtəlif sütunlarda əks etdirilməsi mümkündür. Məsələn, əmək haqqı və ona bərabər tutulan ödənişlər istehsalatda çalışan işçilərlə əlaqəli olduqda satışın maya dəyəri, satış menecerləri ilə əlaqədar olduqda kommersiya xərcləri və ya rəhbər heyətlə əlaqədar olduqda inzibati xərclər sütunlarında əks etdirilməlidir. Eynilə istehsalatda istifadə olunan xam malın məbləği, satışın maya dəyəri, satış prosesində istifadə olunan material ehtiyatlarının məbləği, məsələn, yük maşınlarının sərf etdiyi yanacağın məbləği, kommersiya xərcləri və ya menecerlərin istifadə etdiyi materialların məbləği inzibati xərclər sütunlarında əks etdirilməlidir. Digər nümunə, əsas fondlar və ya qeyri-maddi aktivlər istehsal və ya xidmət prosesində istifadə olunduqda onlar üzrə amortizasiya ayırmaları, satışın maya dəyəri, satış prosesində istifadə olunduqda kommersiya xərcləri, rəhbər heyət tərəfindən istifadə edildikdə inzibati xərclər sütunlarında əks etdirilməlidir. Düzgün doldurulmuş xərclərin xüsusiyyətləri üzrə açıqlamalar cədvəlinin satışın maya dəyəri, kommersiya xərcləri və inzibati xərclər sütunlarında əks etdirilmiş cəmi məbləğlər, mənfəət və ya zərər haqqında hesabatın eyni adlı sətirlərindəki məbləğlərlə eyni olmalıdır. Xərclərin xüsusiyyətləri üzrə açıqlamalar cədvəli tərtib olunarkən sair əməliyyat xərcləri sütunu boş buraxılır. 2027-ci ildən dövlət müəssisələri tərəfindən sair əməliyyat xərcləri və maliyyə xərcləri üzrə açıqlamalar adlı 3-2-4 nömrəli formanın təqdim edilməsinə başlanılacaqdır. Bu zamanədək mənfəət və ya zərər və digər məcmur gəlir haqqında hesabatda sair əməliyyat xərcləri və maliyyə xərcləri sətirlərindəki məbləğlər manual qeyd olunacaqdır. Xərclərin xüsusiyyətləri üzrə açıqlamalar cədvəli müvafiq mənfəət və ya zərər və digər məcmur gəlir haqqında hesabatla eyni zamanda, yəni hər rüv bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.